Almanya, Fransa həm də oradan da hara daxil olmalıdır? Rusiyaya. Amma Marnada almanlar məğlub oldu. Şlifen planı iflasa uğrayır. Bu da Şərq cəbhəsində Rusların hücumunun qarşısını ala bildi bu ildə. 14-cü Tannenberg döyüşündə Rus qoşunu tələyə salındı və məğlubiyyətə uğradı. 14-də Yaponiya Almaniya müharibə elan elədi. Antanta tərəfdə müharibəyə daxil oldu. Amma burada bir şey var. Əməliyyatlara təsir göstərmir Yaponiya. Çünki müharibəni Avropaya daşımır. Elə harda aparacaq? Özünə yaxın, Sakit Okeanda. Ki, oradakı mülkləri işğal eləsin. Buna görə də əslində gedişata elə bir böyük təsir göstərmədi. Osmanlı dövləti müharibənin əvvəlində bir tərəfdir. Heç bir tərəfə qatılmır. Amma 2 Alman hərbi gəmisi Osmanlıdan sığınacaq almışdı. Rusiya da bunu bilib limanlara, gəmilərə başlayır atəş açmağa. Nəticədə 14-cü ilin oktyabrında Osmanlı dövlətinə Rusiya müharibə elan elədi. Beləliklə, Osmanlı hansı tərəfdən qatıldı müharibəyə? Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Və biz deyirdik ki, Osmanlıda gənc türklərin ən böyük siyasi səhvi o idi ki, Almaniya tərəfdən müharibəyə qatılacaq. İndi 2-ci Dünya müharibəsində Osmanlılar artıq bundan nəticə çıxartmışdı. Daha sonra Türkiyə deyək qoyub buna. Türkiyə nəticə çıxartmışdı. Müharibənin yekunlarına çata-çatda 45-ci fevralında müharibəyə qatıldı. Qalib tərəfdən qatıldı ki, nəticələrdən bəhrələnsin. İndi baxaq, Osmanlı hərbi komandanlığı qərarı aldı ki, Rusiyaya qarşı qəti bir hücum eləyək. Və 14-cü ilin dekabri, 15-in yanvarında Sarıqamış əməliyyatları başlayır. Bilirsiniz, burada Qafqaz cəbhəsinə gedən əməliyyatdır. Amma bu əməliyyat kimin məğlubiyyətinə qurtardı? Osmanlı. Çünki birincisi, hərbi texniki baxımdan Rusiyadan geri idi. Əskər sayı da yetərincə deyildi. Üstəgəl soyuq hava şəraiti Osmanlı əskərlərini donaraq məhv olmasına gətirib çıxartdı. Nəticədə Osmanlılar bu döyüşü uduzdular. 1915-ci ilin əvvəllərində İngiltərə və Fransa bəhanə elədilər ki, güya Rusiyaya nə etmək lazımdır? Yardım göstərmək lazımdır. Həm də əsas məqsəd o idi ki, Osmanlı dövlətinin diqqətini Qafqaz cəbhəsindən yayındırsınlar. Və Çanaqqala boğazlarına nə etdilər? Silahlı hücuma başlayırlar. İstəyirdilər ki, İstanbul işğal olunsun Çanaqqalını ələ keçirməklə, bir də ki, Osmanlılar müharibədə tam təslim olsunlar. Çanaqqala döyüşləri baş verir 15-ci ilin fevralında. Burada kimlər idi Osmanlıya qarşı? Fransa, İngiltərə və onların dominonları olan Yeni Zelandiya ilə Avstraliya. Təsəvvür edirsiniz, nə biçim böyük dövlətlərlə döyüşəcək. Və Çanaqqala döyüşündə Mustafa Kemal burada sərkərdəlik eləyir, rəhbərlərdən biri olur, oradan şöhrət qazanacaq. Və bu döyüşdə Şimali Cənubi Azərbaycandan da könüllü adamlar Osmanlı yanında döyüşmək üçün nə etmişdilər? Getmişlər. Bu döyüşdə, yəni Çanaqqalada qələbəsinin əsas səbəbi Osmanlı motivasiya idi. Yəni vətənpərvərlik hissi idi ki, Osmanlı bu müharibəni nə ilə başa vuracaq? Qələbə ilə başa vuracaq. İndi baxaq, 15-ci ildə Antant ölkələri, yəni İngiltərə, Fransa, Rusiya başladılar İtaliyanı öz tərəflərinə çəkməyə, ona vədlər verdilər. Və İtaliya gizlincə Londonda gizli bir müqavilə bağlayır. Beləliklə qoşuldu hansı tərəfə? Antanta tərəfə. Üçlər İttifaqına qarşı müharibəyə başlayasıdır. Bu da təbii ki, Almaniyanın vəziyyəti nə cür təsir göstərir? Ağır, pis. Qərb cəbhəsində tərəflərin mövqeyi müharibəsinə keçməsi, müttəfiqlərin əsas diqqətinin Rusiyaya qarşı yönəlməsinə şərait yaratmış oldu. 15-ci ildə Rus ordusu ağır məğlubiyyətə uğrayır, geri çəkilir. Amma yenə də sülh bağlayıb müharibədən çıxmadı, davam eləyir. Yəni gözləyirlər ki, Rusiyanı çıxaracaqlar müharibədən. 15 məğlubiyyətdən baxmayaraq müharibə davam elədi Rusiya üçün. 15-ci ilin payızında Üçlər İttifaqı İtaliyanın yerini doldurmaq üçün Bolqarıstanı razılığa gətirdi və öz tərəflərinə çəkdilər və beləliklə Almaniya, Avstriya, Macarıstan, Osmanlı və Bolqarıstan ibarət dördlər ittifaqı yaranmış oldu. Demək, müharibə başladı Üçlər İttifaqı ilə Antant arasında. Bitəndə artıq deyəcək ki, dördlərin məğlubiyyəti ilə bitmiş xulasıdır müharibə. Almaniya müharibədə 2 yeni silah növü istifadə elədi. İngiltərəyə qarşı sualtı qayıqlar istifadə edəcək. Amma bu yetərincə Almaniya üçün uğurlu olmadı, bəli. Belçikada da İngilislərə qarşı ilk dəfə olaraq kimyəvi silah olan zəhərli xlor qazından istifadə ediləsidir və bu da qaz maskalarının, bildiyiniz siz məktəblərdə yəqin ki, görmüsünüz, yaranmasına gətirib çıxartdı. Amma Almaniya yalnız müəyyən taktiki uğurlar qazandı. Yəni, böyük uğurlara imza atmadı. 16-cı ildə görə hərbi əməliyyatlar hansılardır? Yavaş-yavaş, deməli, artıq nəyə başlayacaq? Bəli, neftə ehtiyacı yaranasıdır. Ərəb
tayfalarına müstəqillik vəd etdi ingilislər ki, Osmanlıya qarşı döyüşsə sizə nə verəcək? Müstəqillik verəcək. Başqa vədlər də verildi və istəyirdilər ki, Xarici İşlər Naziri vasitəsilə Yəhudilərin də dəstəyini alsınlar. Amerikanın müharibəyə girməsini də təmin etmək lazım idi. Niyə? Çünki hansı tərəfdən girsə, o üçün təbii ki, böyük uğurlar qazanılması şansı artırdı.